Demək, gözəl insanlar. Sizə axşam başımıza gələn bir hadisədən danışım. Həm gülməlidir, həm ağlamalıdır. Mən Zahirə elektron bir beşiyi almışdım ki, can rahatçılığıdır, gecə durmursan, əziyyət çəkmirsən. Özü yerlədir, həm də bu plavna yerlədir, belə qəribə yavaş-yavaş yerlədir deyə uşaq da tez gedir yuxuya. Gecə saat 3 olardı, inanın, yəni o səsə, yəni evdə hamı qaçdı Zahirin yanına. Beşi iki tərəfdən də qırıldı, Zahir də içində düşdü yerə. Yəni Zahirin başı çox möhkəm zədələnərdi, yəni nə saxladı Zahiri, onun içindəki o döşək, o ortopedik döşəklər var, o imkan vermədi Zahirin başı dəysin yerə. Çox, nə bilim, yəni məsləhət görmürəm bunu almağa, yəni belə beşik almayın. Düzdür, can rahatçılığıdır, amma uşağınızın sağlamlığı daha vacibdir məncə. İndi beşik sizə göstərəcəm, yəni beşiyin vəziyyətinə baxın. Siz bir dənə buna baxın. Yəni belə bir şey yoxdur. Yəni bunu istehsal edən insan düşünməyib ki, yəni bu nədir? Bu plasmasın üstündə mi dayanıbdır, yəni bu boyda beşik? Nədir bu? Yəni bunu mən 380 manat almışam bu beşiyi. Yəni bu da onun keyfiyyətidir. Yəni 380 manat yəni dəyməz buna vermək. Yəni kim almaq istəyibsə övladına, yəni bundan almaq istəmişsinizsə heç yəni gətir, yəni imtina edin, alınası bir şey deyil bu. Yəni məsləhət görmürəm bunu. Belə bir şey olmur. Çox keyfiyyətsiz. Deməli, səhər oyanan kimi ən birinci etdiyim şey, yəni uşağa beşik sifariş verdim. Belə gətiriblər, çəkib sizin üçün də paylaşacağım. Həm manirdir, həm beşikdir. Elə bir ki, taxta beşiklər var. Onun kimi yerlənir bu da. Özün yerlədə bilirsin. Düzdür, biraz əziyyətdir. Yəni, özün yerləməlisən onu. Amma məncə uşağımın sağlamlığı daha vacibdir. Mənim əziyyətim. Mən biraz əziyyət çəksəm eybi yox. Deməli, 2 mərtəbədir. Uşaq balaca vaxtı, yəni, üst mərtəbədədir. Üst mərtəbədə yatır. O ki, uşaq özünü ata bilir oradan yerə, onda üst mərtəbəni çıxardırsan, aşağıdakı mərtəbədə uşaq yatır. Həm içində oynaya bilir uşaq. İndi sizlər üçün çəkib paylaşacağım. Yəni, bu daha məsləhətlidir. Kim almaq istəyirdisə o elektron beşiklərdən, yəni qəti almayın elə bir şey. Uşağınıza yazığınız gəlsin. Yəni, beyin travması alır uşaq. Deməli, belə bir formuldadır. Gücünə çıxartdıq, çox ağırdır. Çox ağır bir şeydir. İndi quraşdırım, göstərəcəm sizin üçün necədir yığılı vəziyyəti. Deməli, beləncə belə bir şeydir. Bunu hələ ütləməmişəm. Paravoyt ilə onu ütləyəcəm. Belədir. Məncə çox gözəldir və bunu buradan açıb, yəni valideynlər öz kravatlarına da yaxın qoya bilər ki, uşağı rahat eləyə bilsinlər. Və iguşqalar da var. Bunu da düzəldib taxacaq, o da bura taxılır. Məncə gözəldir.